Balakəndə elə bir ev var ki, onu sadəcə ev adlandırmaq azdır. Bu ev həm yerləşdiyi əraziyə görə, həm sahəsinə görə, həm də içindəki hazır şəraitinə görə bugün bazarda çox nadir rast gələn təkliflərdən biridir. Əgər siz həm mərkəzə yaxın, həm geniş, həm də tam hazır bir ev axtarırsınızsa, ekranlara daha yaxın əyləşin. Bu video məhz sizin üçündür. Ev Balakən rayonunda Aspetrolun arxa hissəsində əsas yola çox yaxın ərazidə yerləşir. Bu ev həm rahatlıq, həm də gələcək üçün çox ciddi bir investisiya deməkdir. Ev 6 sot torpaq sahəsində yerləşir və ümumi sahəsi 317 kvadrat metrdir. 2 mərtəbə və plus mansard olmaqla demək olar ki, 3 mərtəbəli bir evdir. Ən vacib məqamlardan biri isə budur. Evdə gördüyünüz bütün əşyalar evdə qalır. Evdən heç nə götürülməyəcək. Yəni siz bu evi aldığınız anda birbaşa köçüb yaşaya bilərsiniz. Ev bütün kommunikasiyalara təmin olunub. Qaz, işıq, su və internet xətti mövcuddur. Həyətdə 4 metr yarımın 15 metr ölçüdə böyük naves mövcuddur. Ümumilikdə evdə 3 mətbəx var. Biri açıq hava mətbəxi olmaqla, digər ikisi isə evin daxilində yerləşir. Yerin altında isə təxminən 8 tonluq böyük su hövzəsi mövcuddur. Evdə 2 ədəd kombi sistemi var və əlavə olaraq isti pol sistemi də çəkilmişdir. İndi isə daxil oluruq evin alt mərtəbəsinə. Burada sizi geniş və işıqlı bir zal qarşılayır. Ailə üçün həm rahat, həm də funksional bir məkan yaradılıb. Alt mərtəbədə əlavə olaraq 2 ədəd yataq otağı, 1 ədəd mətbəx, ayrıca hamam və ayqalısı mövcuddur. Otaqlar genişdir, planlama çox rahatdır və gündəlik yaşayış üçün tam uyğun şəkildə qurulub. İndi isə keçirik yavaş-yavaş ikinci mərtəbəyə. Burada diqqəti cəlb edən ən fərqli hissələrdən biri evin daxilində qapalı hovuzun mövcud olmasıdır. Təxminən 2 metrdən çox dərinliyə malik olan bu hovuz tam işlək vəziyyətdədir. Pilləkənlər isə taxtadan işləmələrlə zövqlə hazırlanılıb və evə xüsusi bir estetika qatır. İkinci mərtəbəyə qalxan kimi sizi yenidən geniş və mənzərəli bir zal qarşılayır. Buradan açılan görüntü evin yerləşdiyi ərazinin nə qədər gözəl və dəyərli olduğunu bir daha göstərir. İçəri hissəyə doğru keçdikcə ilk olaraq mətbəx, daha sonra isə geniş qonaq otağı yerləşir. Bu mərtəbədə əlavə olaraq 4 ədəd yataq otağı, hamısı mebel ilə birlikdə, ayrıca hamam və ayaq yolu da mövcuddur. Otaqların hər biri geniş, rahat və tam yaşayış üçün hazır vəziyyətdədir. Bu hissədə bir məqamı xüsusi qeyd etmək istəyirəm. Bu ərazidə, yəni Aspetrolun arxa hissəsində yola yaxın yerlərdə boş torpaq sahəsi demək olar ki, tapmaq çox çətindir. Olanlar isə artıq 9-10 min manat civarında təklif olunur. Bu evi 6 sot torpaq üzərində olduğunu nəzərə alaraq, siz sadəcə evi yox, çox dəyərli bir torpaq sahəsində əldə etmiş olursunuz. Üstəlik bu qədər geniş, tam təmirli və əşyalı bir evi bugün yenidən tikmək istəsəniz, bu qiymətdən qat-qat baha başa gələcək. Ən önəmli məqamlardan biri isə budur ki, evin həm torpaq, həm də tikili üzrə bütün sənədləri tam qaydasındadır. Evin satış qiyməti 190 min AZN təklif olunur. Açığı mən bu evi çox bəyəndim. Siz də buyurub yerində baxsanız, əminəm ki, eyni fikirdə olacaqsınız. Mən deyərdim ki, bu qiymətə bu cür tam hazır və geniş şəraitli bir ev qaçırılmayacaq bir fürsətdir. Həmçinin onu da qeyd edim ki, evin həyətində də ayrıca ayaq yolu və ambar kimi istifadə edə biləcəyiniz xüsusi otaqlar mövcuddur. Ümumiyyətlə evin həyəti çox səliqəli və baxımlıdır. Burada yay aylarında rahat şəkildə dincəlmək, vaxt keçirmək üçün bütün şərait yaradılıb. İndi isə qalxırıq evin mansard hissəsinə. Taxta pilləkənlərə yuxarı qalxarkən evin ümumi dizaynında olan səliqəli və zövq bir daha hiss olunur. Burada əlavə olaraq saxlama otaqları da mövcuddur ki, bu da istifadədə böyük rahatlıq yaradır.
Və sonda evin ən xüsusi hissələrindən biri geniş mansard və onun möhtəşəm mənzərəsidir. Burada həm dağ mənzərəsi, həm də şəhər görüntüsü açılır. Dağların füsunkarlığı, təmiz hava və sakitlik hamısı bir yerdə. Bu məkanda oturub sadəcə istirahət etmək belə insana xüsusi bir rahatlıq verir. Dağdan gələn təmiz hava birbaşa otağa dolur. Bu ev geniş sahəsi, tam şəraitli olması, əşyalarla birlikdə satılması, dəyərli ərazidə yerləşməsi ilə həm yaşayış, həm də investisiya üçün çox ideal seçimdir. Əgər siz də bu evlə maraqlanırsınızsa, aşağıdakı əlaqə nömrələri ilə əlaqə saxlayaraq yerində baxış keçirə bilərsiniz. Eyni zamanda siz də öz evinizi və ya torpağınızı daha peşəkar və cəlbedici təqdimatla satmaq istəyirsinizsə, bizim xidmətlərimizdən yararlana bilərsiniz. Videoya baxdığınız və dəyərli zamanınızı ayırdığınız üçün hər birinizə təşəkkür edirəm. Ümid edirəm ki, təqdim etdiyim bu ev sizin üçün maraqlı oldu. Daha ətraflı məlumat almaq və yerində baxış keçirmək üçün əlaqə saxlaya bilərsiniz.